Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 202 marşrutun son dayanacağı 92-170 marşrutlarından 200 metr məsafədə şəxsi inşa olunmuş 2 sotun içində, hörmətli izləyicilər, monolitlə inşa olunmuş. Birinci mərtəbədə monolit, ikinci mərtəbədə monolit olmaqla 5 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verib, evin qiymətini də videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bu evi ev sahibi özünə şəxsi incələtləri, pəncərələridir, damıdır, İtalyanka formasında yığdırıb, yəni dam qıraqdan görsənmir, amma ev damı da var, hər şey qaydasındadır. Ev birinci mərtəbədə, monolitli ikinci mərtəbədə. Gördüğünüz kimi, burada giriş darvazasıdır. Giriş darvazası da belə sürüşkəndir. Gördüğünüz kimi, belə sürüşmə ilə açılır. Həyətyanın sahəsi haradasa 80-90 kvadrat olar. 2 sotun içində inşa olunub. Demək, sol tərəfinə də keçmək mümkündür. Arxasında da 1 metr yer var. Yəni, ev ətraflı gəzmək mümkündür. Evin də birinci mərtəbəsi yenə qeyd edirəm, monolitdir. İndi buradan çəkirik birinci mərtəbəni. Burada birinci mərtəbə monolitdir. Görürsünüz, hörmətli izləyicilər. Girən kimi sol tərəfdə burası sanuzel hissəsidir. Alan adam bunu gəlib təzədən özü təmirləməlidir. Qalan işləri özü gördürməlidir. Amma işləri demək olar ağartdan çıxıb, tok sistemlər də çəkilib. Yəni bunlar hamısı nəzərə alınıb. Hörmətli izləyicilər, burada nə varsa hamısı nəzərcə çatdırıram. Sol tərəfdə bura mətbəx hissəsidir. Gördüyünüz kimi pəncərəsi geniş, ürək açan, əlverişli. Bura ev sahibi nəzərdə saxlayıb istifadla, sadəcə amma çəkmir istifad. İşıqlar düzü çəkir. Burada bir dənə yataq otağıdır, aşağıdakı bir yataq otağıdır, köməkçi otaq kimi nəzərdə tutulub. Bunda nəzərdə çatdırım, hörmətli izləyicilər. Buraya tanış olduq. Birinci mərtəbə zaldır, 2 dənə otaqdır, bir sanuzel, 2 otaqdır, bir zal, bir yataq otağı, bir də mətbəx, bir də sanuzel. İndi qalxan ikinci mərtəbə. Pilləkən də gördüyünüz kimi, hörmətli izləyicilər, betondan tökülüb. Demək, ara mərtəbəsi gördüyünüz kimi monolitdir. Kim istəsə gəlib bunu özü istədiyi kimi təmir eləyə bilər. Burada bir uşaq otağıdır. Pəncərələr gördüyünüz kimi hamısı havalanmağa uyğundur. Yuxarılar ağartıdan çıxıb. Tok sistemlər çəkilib. Burada 16 kvadratlıq 4-ün 4-də bir geniş yataq otağıdır. Açıqlamlar gördüyünüz kimi vurulub. Burada da haradasa yenə də bir geniş bir yataq otağıdır. Buradan balkona çıxışdır. Burada da yenə yataq içində, otağın içində sanuzeldir. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, yenə qeyd edirəm. Kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlasın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, Instagramda, TikTok-da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürməyə yaddan çıxmaz, hörmətli izləyicilər. Demək, hörmətli izləyicilər, sənədi, bələdiyyə sənədidir. Marşrutdan, 3 dənə marşrutdan demək, 200 metr məsafədə yerləşir. Qiyməti də 98.000 manat start qiymətdir. Real alıcısı endirim olmağına olacaq. Birbaşa ev sahibindən görüşəcək, son sözü ev sahibi deyəcək. Yaxşı da endirim eləyəcək, hörmətli izləyicilər, ev sahibi. Yəni 98.000 start qiymət, qəşəngdə qiymət deyir. Burada nümunədə bir xərcləri alan adam özü çəksə, bir 20.000 maksimum xərc geçsə, yəni yaxşı qiyməti yaxşıdır. Amma ev keyfiyyətli evdir. Evdən başı çıxan adam, yəni həqiqətən kalonlarla tikilib bu ev. Başı çıxan adam gəlib bu evə özü dəyər verəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah